Azərbaycanda yay turizm mövsümünə start verilib. Bəs yerli əhali ilə yanaşı digər ölkələrdən Azərbaycana gələnlər hansı regionlara üz tutur? Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Qurbanova TNS TV-yə açıqlama verib. Hazırda ölkəmizdə istər daxili turizm səfərləri, istərsə də xarici ziyarətçilərin üst tutduğu əsas istiqamətlər ənənəvi olaraq 4 turizm dəhlizi üzrə fokuslanıb. Bu turizm dəhlizləri Bakı Şimal, Bakı Şimal-Qərb, Bakı Qərb və Bakı Cənub turizm dəhlizləridir. Məhz bu turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Bu baxımdan Şimalda Quba-Qusarı, Şimal-Qərbdə Şəki-Qəbələ İsmayıllını, Cənubda Lənkəran-Lerik Astaranı, Qərb bölgəsində isə Gəncə, Göygöl və Naftalan ərazilərini qeyd edə bilərik. Həmin istiqamətlər üzrə rayonlarda yerləşən otel qiymətləri necədir? Qiymət bazar 475 manat. Səhər axşam qidalanması, salamla basımlı, Türk şəmamı fitness daxilindədir. Standart otaqlar 2 nəfərlikdir və mənzərəli otaqlardır. Deluxe otaqlar var, yerləşir mansarda və köməkçi binada 4 nəfərlikdir. Bir gecəsi 190 manatdır. Ondan bir üst kateqoriya 2 otaqlı corner suite otaqlardır. Onlar da mənzərəlidir. Bir gecəsi 4 nəfərlikdir, 230 manat və 3 otaqlı lükslər var. Onun da qiyməti bir gecəsi 300 manat, bu da 4 nəfərlikdir. Bizdə kotejlərdə xanım 2 nəfərlik, 3 nəfərlik, 4 nəfərlik, 2 nəfərlik 75 manat, 3 nəfərlik 95 manat, 4 nəfərlik 120 manat. Səhər yeməyə daxil bu həftə sonu qiymətlərdir. Həftə içi qiymətlər 2 gün qalmaqla 2 nəfərlik 60 manat, yəni 2 günü 120 manat, 3 nəfərlik 80 manat. Bir nəfər günü 40 manatdır. Bura daxildir həkim müayinəsidir, analizlərdir, fizioterapiyalardır, naftalan vannasıdır, masaj, parafin, 3 dəfə qidalanma, gecələmə, bunlar hamısı daxildir. Qeyd edək ki, Dövlət Turizm Agentliyinin məlumatına görə bu ilin mayında Azərbaycana 244.079 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4808 nəfər və ya 2% çoxdur. Hesabat ayında Azərbaycana ən çox səfər edən digər ölkə vətəndaşları üzrə statistik göstəriciləri təqdim edirik.